Parkinson xəstəliyindən əziyyət çəkən insanlar üçün yeni nəticələr əldə olunub. Alimlər tərəfindən sınaqdan keçirilən adaptiv beyin stimulyasiyası texnologiyası xəstələrin yerimə qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Dərin beyin stimulyasiyası üsulundan fərqli olaraq yeni sistem beyin fəaliyyətini real vaxt rejimində izləyir və elektrik impulslarını xəstənin vəziyyətinə uyğun şəkildə tənzimləyir. Bu yanaşma hərəkət zamanı yaranan donma epizodlarını və tarazlıq problemlərini azaltmağa kömək edir. Tədqiqat zamanı adaptiv stimulyasiyanın Parkinson xəstələrində addımlarının daha sabit olmasına, yerimə sürətinin artmasına və hərəkət koordinasiyasının yaxşılaşmasına səbəb olduğunu müəyyən edib. Mütəxəssislər bildirib ki, texnologiya beynin verdiyi siqnallara uyğun işlədiyi üçün daha effektiv nəticələr əldə etmək mümkündür. Alimlərin fikrincə bu yenilik gələcəkdə Parkinson xəstələrinin həyat keyfiyyətini yüksəldə, gündəlik fəaliyyətlərini asanlaşdıra və xəstəliyin hərəkət pozuntuları ilə bağlı təsirlərini azaltmağa kömək edir.